Hər kəsə salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə birlikdə 9-cu siniflər üçün olan DIM test topluluğunun reading hissəsinə birlikdə başlayacağıq. Dərslərimizlə bağlı əlavə üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-na yaza bilərsiniz. Birinci mətnimizlə başlayaq. Mətnin tərcüməsinə baxmadan öncə ekranda mətndə olan sözlərin transkripsiyası və tərcüməsini görəcəksiniz. Tövsiyəm bu yöndədir ki, mətnləri işləyərkən mütləq şəkildə bilmədiyiniz sözləri çıxardıb, öyrənib, daha sonra növbəti mətnə keçid edin. Xurma ağacları möhtəşəm ağaclardır. Onların meyvəsi şirin və qəhvəyi rəngdə olan xurmadır. İnsanlar xurmanı yeyir, heyvanlara yedizdirir, sərt hissələrindən evlər, qayıqlar tikir və yarpaqlarından çantalar düzəldirlər. Yemək bişirərkən xurma ağacının bəzi hissələrini yandırırlar. Xurmanın dadı şirindir və insanlar onu asanlıqla şəkər və yaxud da konfet əvəzinə istifadə edə bilirlər. Onlar həmçinin enerji mənbəyidir. Qurudulmuş xurmaları sərin və ya quru yerlərdə bir neçə ay saxlamaq olar. Bu da istifadə olunmayan xurmaların atılmamasına kömək olur. Xurma ağacları yaxın şərqdən gəlir. Tarixi mənbələrə görə 7000 il əvvəl orada insanlar xurmaları yeyir, daş binalarının üzərinə xurma ağaclarının şəkillərini çəkirdilər. 2700-dən çox xurma ağacı növü vardır. Bugün Misir, İran, Əlcəzair, Səudiyyə Ərəbistan dünyanın ən böyük xurma satıcılarıdır. Lakin bu bölgələrdə kifayət qədər su yoxdur. Bu da göstərir ki, xurmalar çətin ekoloji şəraitlərdə, məsələn, səhralarda yetişə bilir. Gəlin suallarımıza baxaq. Birinci sualımızda mətnin nə haqqında olduğu soruşulur. Mətn ümumi olaraq xurma ağaclarından danışır. Bu səbəbdən də magnificent trees with fruit meyvə ilə möhtəşəm ağacları götürə bilərik. Burada meyvə ilə möhtəşəm ağaclar dedikdə xurma ağacları nəzərdə tutulur. İkinci sualımızda verilmiş cümlənin ardını tamamlamaq tələb olunur. Xurmalarda çoxlu şəkər var. Beləliklə, insanlar onu şirniyyatların əvəzinə istifadə edə bilirlər. Doğru cavabımız A variantı. Üçüncü sualımızda yanlış soruşulur. Xurma ağacları evləri tikmək üçün istifadə olunur. Bu mətnimizdə verilmişdi. Heyvanlar xurma ağaclarının meyvələrini yemir. Əksi olaraqdan heyvanların xurma ağaclarının meyvələri ilə yedirildiyi qeyd olunur. Bu səbəbdən yanlışı istədiyinə görə götürürük. Üçüncüdə, xurma ağaclarını yandırmaq mümkünsüzdür. Yemək bişirilərkən xurma ağaclarının bəzi hissələrinin yandırılması qeyd olunmuşdu. Ona görə də burada impossible yaza bilmərəm. Dördüncüdə isə səhralarda böyüdüyü bizə axırıncı cümlədən məlum idi. Dördüncü testimizdə tarix bizə xurma ağacları haqqında nə deyir? Doğru cavabımız D variantı. Qədim insanlar daşların üzərində xurma ağaclarının şəkillərini çəkirdilər. Bəli, həqiqətən də bu mətnimizdə verilmişdi. 5-ci sualımızda açıq sualdır. 2 və yaxud da 3 doğru cavabı seçmək mümkün ola bilər. Gəlin bir-bir baxaq. Quru xurmalar aylarla saxlanıla bilər. Doğrudur. Xurma ağaclarının ən geniş istehsalçıları çoxlu sular olan regionlardır. Xeyr, əks olaraqdan kifayət qədər suyun olmadığı qeyd olunurdu. Bəzi insanlar şəkər olaraqdan xurmaya üstünlük verir. Bu da qeyd olunmuşdu, çünki xurmanın içərisində şəkər çox idi. Dördüncüdə isə qeyd olunur ki, Misir və İranda 2700-dən çox xurma ağacı növü yetişdirilir. Lakin ümumi olaraqdan 2700 növ xurma ağacının olduğu qeyd olunsa da, xüsusi olaraq Misirdə və yaxud da İranda yetişdirildiyi qeyd olunmayıb. Bu səbəbdən bunu daha doğru götürə bilmirik. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, şərh yazaraqdan kanala abunə olmağı unutmayın.